imsak vaxtı nədir? Bundan 1400 il əvvəl divar saatları və ya həssas müşahidə cihazları yox idi. Müsəlmanlar uzun illər boyu üfüqa baxaraq imsak vaxtlarını təsbit edirdilər. Ta 20-ci yüzilliyin əvvəllərində Əhməd Muxtar Paşa təqvimi dəyişdirənə qədər. Beləcə imsak vaxtı -18 dərəcə, yəni astronomik dan olaraq müəyyənləşdi. Bu hadisə insan gözü ilə görünə bilməz, yalnız həssas cihazlarla təsbit edilə bilər. Halbuki Allah Taala belə buyurur: وَكُلُوا وَاشْرَبُوا حَتَّى يَتَبَيَّنَ لَكُمُ الْخَيْطُ الْأَبْيَضُ مِنَ الْخَيْطِ الْأَسْوَدِ مِنَ الْفَجْرِ ثُمَّ أَتِمُّوا الصِّيَامَ إِلَى اللَّيْلِ. Sizin üçün fəcrin ağ sapı qara sapından fərqlənincəyə qədər yeyib için, sonra gecəyə qədər orucunuzu tamamlayın. Günəş üfüqün -18 dərəcə altındaykən, günəş işıqlarının ilk dəfə atmosferə girməsi ilə yaranan astronomik dan hadisəsi tamamilə ulduz müşahidəsi ilə əlaqədar olub, gözlə görünmür və həssas cihazlarla təsbit edilir. Günəş üfüqün -9 dərəcə altına gəldikdə isə, Quranda tərifi verilən fəcri sadiq meydana çıxır. Bu hadisə adi gözlə hər yerdən rahat şəkildə görünür. Bundan sonra günəş üfüqün üstünə yüksəlir və günəş çıxması həqiqət tapır. Bütün məzhəblərin də ittifaqı ilə hər gün 3 doğuş meydana çıxır. Birincisi fəcri kazibin doğuşu, ikincisi fəcri sadiqin doğuşu, üçüncüsü günəşin doğuşu. Əgər -18 dərəcə iddia edildiyi kimi fəcri sadiqdirsə, o halda fəcri kazib nə zamandır? Daha əvvəl günəş işıqları atmosferə girmədiyinə görə bunun fəcri sadiq olması mümkün deyildir. Ərəblər bəzən fəcri kazibi, fəcri sadiq zənn edirdilər. Allah Rəsulu bu mövzuda müsəlmanlara belə yol göstərmişdir. Yeyin və için, yuxarıya doğru yüksələn nur sizə təsir etməsin. Eninə yayılan qırmızılığı görənədək yeyin və için. Fəcri sadiq meydana çıxdıqda belə bir görüntü ortaya çıxır. Ayəni bir daha yada salaq. Sizin üçün fəcrin ağ sapı qara sapından fərqlənincəyə qədər yeyib için, sonra gecəyə qədər orucunuzu tamamlayın. Ayədəki fəcr kəlməsi çox əhəmiyyətlidir. Allah Rəsulu fəcrə belə tərif verir: Fəcr eninə yayılan qırmızılıqdır. Məşhur ərəbcə lüğət Lisanul Ərəbdə də buna bənzər bir ifadə var. Fəcr şərq üfüqündəki qırmızılıqdır. Gördüyünüz bu şəkildəki qırmızılıq fəcr. Üstündəki ağlıq ayədə qeyd olunan fəcrin ağ sapı, altındakı qaralıq da ayədə qeyd olunan fəcrin qara sapıdır. Bəqərə surəsinin 187-ci ayəsində qeyd olunan doğru imsak vaxtı budur.